إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن نبينا محمد وعلى آله وأصحابه أجمعين. الحمد لله الذي هدانا لهذا وما كنا لنهتدي لولا أن هدانا الله. أما بعد. السلام عليكم ورحمة الله وبركاته. Önce Allah'a səna etdikdən sonra sizlərə təşəkkür etmək istəyirəm ki, gəlmişsiniz, vaxt sərf etmişsiniz və səbirlə, təhəmmüllə tövsiyə və nəsiyyətə qulaq asırsınız. Allah Teala hamımızı haqqı eşidib, onu qəbul edib, əməl edənlərdən etsin. Və Allah Teala'dan diləyirəm ki, sözlərimizdə və əməllərimizdə bizlərə ixlas nəsib eləsin. Bilmədiklərimizi öyrətsin, bildiklərimizə də əməl etmək nəsib eləsin. Ən böyük insanın nail olduğu nemət İslam nemətidir. İman nemətidir və sünnə nemətidir. Bir müsəlman İslam'a girdikdən sonra tövhidə nail olması, sünnənin qədrini, qiymətini bilməsi Allahın ona bu dünyada bəxş etdiyi ən böyük nemətdir. Hansı ki, onu müəyyən bir maddi qiymətlə dəyərləndirmək mümkün deyil. Allah Teala Quran-ı Kərimdə buyurur: "Ləv ənfəqtə mə fil ardı cəmiən." Yer üzündə olan bütün malı, mülkü, qiyməti, dəyəri olan nə olursa olsun, inanmayanların qəlblərini düzəltməyin üçün, tövhid əhli olmaları üçün hamısını sərf etsən, onların qəlbi düzəlməyəsidir. Lakin onların qəlbini düzəldən Allahdır, İslamdır. İnsanların qəlblərini birləşdirən, insanları bərabər edən və bir-birlərindən qardaş edən Allahın nazil etdiyi şəriətdir. İslam dinidir və imandır. Ona görə də əziz qardaşlarım, hər şeydən qiymətlidir İslam. İman hər şeydən qiymətlidir və heç bir maddi baxımdan ona qiymət vermək olmaz. Hər qiymətli dediyin şeydən daha bahalıdır, daha qiymətlidir. Bir müsəlman dinini və imanını, şəriyəni və sünnəni malından, mülkündən və ən qiymətli saxladığı şeydən daha çox qorumalıdır. Allah bu dünyanı istədiyinə də verir, istəməyədiyinə də verir, istəmədiyinə də verir. Müsəlmana da verir, kafirə də verir. Fasiqa da verir, cahilə də verir. Dünyavi şeyləri. Mal, mülk, ev, maşın, zövcə, övladlar. Lakin Allah İslamı özü sevdiyi insanlara verir sadəcə. Əgər Allah sənə İslamı göstəribsə, sən müsəlman olmuşsansa, sən la ilahe illallah kəlməsini deyib mənasını başa düşmüşsənsə, Rasulullah sallallahu aleyhi və səlləm Allah bu ümmətə peyğəmbər və son peyğəmbər olaraq göndərdiyinə iman gətirmişsənsə, Rasulullah sallallahu aleyhi və səlləmin gətirdiyi şəriətin, sünnənin, dinin əsas məsdəri olduğunu qəbul etmişsənsə, sən Allahın seçib və sevdiyi şəxslərdənsən. Bunun qədrini bil, qiymətini bil və bununla fəxr elə ginən. Əziz qardaşlarım, danışmaq istədiyim mövzu bir çox müsəlmanların
düçar olduğu və yaxud da haqqında şikayət etdiyi məsələlərdən biri olacaq. O da qəlb inşirahının, qəlbin, köksün genişlənməyinin səbəbləri haqqında danışacağım Allahın izni ilə. Müsəlman nə etməlidir ki, böyük bir qəlbə sahib olsun? Köksü geniş olsun və sağlam bir qəlbin sahibi olsun. Kədərdən, qəmdən, sıxıntıdan, qənaətsizlikdən və etirazdan müsəlman özünü necə xilas etsin? Onu xilas olmasına səbəb olan məsələlərə toxunacaq Allahın izni ilə. Allah-u Teala insanları yaradıbdır. Vallahu xalaqakum və mə tə'melun. Sizi də, etdiklərinizi də Allah yaratmışdır. Həl min xaliqin qayrullah. Allahdan başqa yaradan varmı? Xeyr. Və Allah Teala yaratdığı insanın xoşbəxt olması üçün böyük və sağlam və geniş bir köksə, bir qəlbə sahib olması üçün səbəblər qoymuşdur. Necə ki bir insan xəstələnəndə təcrübə ilə kəşf olunmuş, tibbi təcrübə ilə kəşf olunmuş müalicələr var, səbəblər var. Eləcə də qəlbin sıxıntısını, kədərini, qəmini gedirtmək üçün böyük bir sağlam qəlbə sahib olmaq üçün şəriətdə səbəblər var. Və bu insan dünyada mütləq və mütləq qəlbinin islahı üçün zəhmət çəkməlidir. Çalışmalıdır. İslah üçün və yaxud da onu islaha aparan yolların hansı yollar olduğunu şəriət çərçivəsində bilməlidir. Allah Teala Quran-ı Kərimdə buyurur: "Laqad xalaqnal insana fi kabad." Biz insanı çətinliklər içərisində yaratdıq. İnsanın yaradılışına bitəşikdir çətinliklərlə üzləşməsi. Bütün insanlar bizlərdən hamımız həyatımızda çətinliklərlə rastlaşırıq. Və rastlaşmamız ləbuddur, qaçınılmaz bir şeydir. Və bu çətinliklər kimlərdə uzanır, kimlərdə qısa olur. Çətinlik görmədən heç bir insan yoxdur bu dünyada, ola da bilməz. Allah Teala çünki Quran-ı Kərimdə deyir ki: "Laqad xalaqnal insana fi kabad." Biz insanı çətinlik və sıxıntı içərisində yaratdıq. İnsanın yaradılışında çətinlik və sıxıntılıq var. Heç bir uşaq doğulduğu zaman rahatlıqla qalxıb da yerimir. Yıxılır. Başı dəyir. Ağlayır, sızlayır. Bəzən xəstəliyə görə, bəzən acılığa görə, bəzi susuzluğa görə qadın uşağı gətirərkən acı hiss eləyir. Əziyyətdir, sıxıntıdır, çətinlikdir. Və insan böyüdüyü zaman halal rızqı qazanmalıdır və işlər görməlidir. Heç bir şey çətinliksiz olmur möhtərəm qardaşlar. Lakin bu çətinliklər, insanın yaradılışına bitişik olan bu çətinliklər bir insanı sındırmalıdırmı, sındırmamalıdırmı? İnanan bir kəsi sındırmamalıdır. Əyə bilər, amma onu, elmi və onu düzəldəsi səbəblər onu yenə düzəltir. Heç bir insan bu həyatda canını qutara bilməz. Sıxıntı və əziyyət çəkmədən yaşaması mümkün deyil. Və burada möhtərəm qardaşlar, qəlb sıxıntısına
düçar olmuş bəzi müsəlmanlar xətalara yol verirlər. Bir balaca sıxıntıya məruz qalan kimi, bir balaca sıxıntıya düçar olan kimi kimlə otursa şikayət eləyir halından. Harda otursa, kimlə otursa ancaq durumundan şikayətçidir. Xətadır bu. Çünki tək şikayət müalicə deyil. Sən həkimin yanına gedib xəstə olduğunu deməklə sən müalicə olmayasısan. Sən xəstə olduğunu dedikdən sonra sənin şəfana səbəb olan dərmanlardan və bəzi vasitələrdən istifadə etməlisən. Ona görə möhtərəm qardaşlar, insan bir çox şeylərlə sıxıntı çəkir. Müsəlmandan gedir söhbət, nəfsi ilə. Nəfsi ilə müsəlman hesablaşmalıdır. Və hesablaşır və çətinlik çəkir. Şeytanla hesablaşır və çətinlik çəkir. Dünya ilə mücadilə edir və çətinlik çəkir. Və insanları çətinliyə salan məqamlar və səbəblər çoxdur. Və müsəlman gərək bir çətinliyə düşdükdə, qəlb sıxıntısına düşdükdə, köksü daraldıqda şeytana təslim olmasın. Şeytana təslim olma. Və halını dəyişərək şikayətçi olma. Bəzi insanlar sıxıntı görənlə bir sıxıntı ilə qarşılaşanda ailədə boşanmağı düşünür. Və yaxud da başqa bir evə daşınmağı düşünür. Və yaxud da vəzifəsini ola bilsin ki, tərk eləməyi düşünür. Və yaxud da ölkəsini tərk eləməkdə görür sıxıntının dəfini, sıxıntıdan çıxmağın yolunu. Belə olan, halı belə olan insanlar bu yollarla sıxıntılarını həll etməyə, gedərməyə çalışan insanlar bu istədiyinə çata bilmir. Bunlar adətən sonunda intiharla qarşılaşır. Və buna gətirib çıxarır. Ona görə qardaşlar, Allah Taala elə bir xəstəlik endirməyib ki, onun müalicəsini endirməsin. Ölümdən başqa. Ölüm istisna. Ölümün müalicəsi yoxdur. Ölümün özü bir müalicədir. Çünki ölüm olmasa kimsə cənnətə girməz. Ölüm olmasa kimsə əbədi həyata gedə bilməz. Allahın vəd etdikləri cənnətdə möminlər üçün vəd etdiklərinə nail ola bilməz. Dünyanın özü kədərdir. Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki səhih hədisdə Əd-dünya sicnul mu'min və cənnetul kafir. Dünya müminin türməsidir. Müminin qalasıdır. Müminin həbsxanasıdır. Dünya mümin üçün həbsxanadır. Orada rahatlıq yoxdur. Cənnətə nisbətən möhtərəm qardaşlar, dünya həyatının heç qiyməti yoxdur möminə görə. Hətta mömin bu dünyada ən böyük nemətlərə nail olsa belə, cənnətdə ona vəd olunan nemətlərə müqayisə etsən, sənin üçün bir türmədə olan insan, yəni bir restoranda, adicə dünyavi bir misalda, bir restoranda 50 cür, 100 cür yeməyin qarşısında oturanla, türmədə quru 100 qram çörəkdən ibarət, yeməyi 100 qram çörəkdən ibarət olan eyni ola bilər mi möhtərəm qardaşlar? Əgər bir adam türmədə olsa, 100 cür yemək yesə, 100 cür yemək qabağında olsa, eşdə olan birisi quru çörək yesə, bunların yegişləri eyni ola bilərmi? Eyni ola bilməz. Cənnətdə Allah Teala möminlərə ağaclar altından çaylar axan bağçalar vəd edib. Allah bildirib ki, cənnətə girən insan ölməyəcək, xəstələnməyəcək, qocalmayacaq və istədiyi hər şeyi Allah ona verəcək.
Hətta bəzi əsərlərdə gəlmişdir ki, mömin cənnət ağaclarının altında uzanarkən ağacın başında olan meyvəni yemək istəyəcək. Onu qalxıb qopartmaq istədikdə Allahın izni ilə meyvə ona yaxınlaşacaq. O qədər rahatlıq içində olacaqsan. Bu nemətlərin qarşısında bir əlin dünyada yağda, bir əlin balda olsa belə, sən türmədə hesab olunursan bu dünyada. Kafirin isə cənnətidir. Nə qədər nemətlər içində üzsə belə, nə qədər nemətlər içində barınsa belə, ahirətdə gördüklərinə nisbətən onun əldə etdiyi sadəcə bu olacaq. Ömər ibn Xattab radiyallahu anhu bir gün Muhammed sallallahu aleyhi ve sellemin yanına gəlir və görür ki, Muhammed sallallahu aleyhi ve sellem quru bir həsirin üstündə yatır. Quru bir həsirin. Altında döşək yoxdur. Və Rasulullah sallallahu aleyhi ve sellemin həsiri qumun üstünə sərilib. Evində olanı bu idi Rasulullahın. Rasulullah sallallahu aleyhi ve sellem qalxarkən həsirin Peyğəmbərin belində əsərini görür. İz qoymuşdu Peyğəmbərin belində. Ömər ibn Xattabın gözləri dolur. Rasulullah sallallahu aleyhi ve sellem halına. Və deyir ki, ya Rasulullah, Rumlular taxtlarda oturur. Farslar başlarına tac qoyur. Yeyirlər, içirlər, yumşaq döşəklərdə yatırlar. Sən buna daha layiq deyilsənmi? Rasulullah sallallahu aleyhi ve sellem əsəbləşir. Ömər ibn Xattaba qəzəblənir. Deyir ki, ney Xattabın oğlu? Onlar həsənətləri, mükafatları dünyada verilən şəxslərdir. Onların cənnəti bu dünyadadır. Sən onlardan olmaq istəyirsənmi? Mömin, bu dünyada mömin üçün rahatlıq yoxdur, aziz qardaşlarım. Nə rahatlıq varsa müəkkətidir bunların hamısı. Əhməd ibn Həmbəldən soruşurlar ki, sən qocaldın, bu yaşa çatdın, yenə də istirahət etməyəcəksənmi? Bir əlində qələm, bir əlində dəftər gəzirsən. Nə zaman sən nəfəs alacaqsan? Nə zaman istirahət eləyəcəksən? Nə zaman bu dünyanın həzzini götürəcəksən? Deyir, mən ləzzəti cənnətə ilk addım atanda görəcəm. Bu dünyada yoxdur. Ona görə möhtərəm qardaşlar, bir mömin gərək məyus olmasın bu dünyada. Mömin gərək ümidsiz olmasın bu dünyada. Daima ümidli olsun. İmansız insanların, kafir insanların sifətidir məyusluq və ümidsizlik. Ona görə hər hansı bir şey baş verdikdə, sıxıntıya düçar olduqda, qəlbin sərtliyinə məruz qaldıqda, sən ümidsizləşməyinlə, məyus olmaqinlə, hər şeyin haçarı olan Allaha təvəkkülün geniş şəkildə olsun. Möhtərəm qardaşlar, səbəbləri çoxdur. İnsanın köksünün açılmasının. Onlardan birincisi, insanın köksünün geniş olması, böyük bir qəlbə sahib olmasının ən birinci səbəbi tövhidin qüvvəli olmasıdır. Tövhidin qüvvəli olması. İnsanda nə qədər tövhid zəif olarsa, nə qədər insanda əqidə zəif olarsa, o qədər o insanda qəlb sıxıntısı, o qədər o insanda qəlb darlığı və o insanlarda kədər, qəm, qüssə çox olur. O insanlar çox əziyyət çəkirlər. Çünki Allahı tanımırlar. Yetəri şəkildə. Peyğəmbərlərin hamısı ilk öncə ümmətini doğru və sağlam əqidəyə çağırıblar. Çünki bir müsəlmanın əqidəsi sağlam oldusa, bir müsəlmanın tövhidi güclü oldusa, möhtərəm qardaşlar, qarşısına çıxan hər bir yoldan sağlam çıxış yolu, hər bir şeydən sağlam çıxış yolu görə bilir. Təvəkkül tövhidin ən böyük hissəsini tutur. Təvəkkül. İbn-i Qayyim rahimehullah deyir ki, "Ət-təvəkkülü nisfu'd-din."
Allaha həqiqi təvəkkül etmək dinin yarısıdır. İslamın yarısıdır. Və müsəlman həm dini məsələlərdə, həm də dünyavi məsələlərdə, hər şeydə Allaha təvəkkül etməlidir. Və bu təvəkkül, əziz qardaşlarım, yetəri şəkildə etmək mümkün deyil, ta əqidə sağlam olmadıqca, inancın sağlam olmadıqca, tövhiddə möhkəm olmadıqca, sən kamil təvəkkülə sahib ola bilməzsən. Nə olursa olsun, insanın bu dünyada təvəkkülünün güclülüyü Allaha olan imanına nisbətəndir. Kimin nə qədər imanı güclü olur, əqidəsi və tövhidi sağlam olur, o insan o qədər tövhiddə, o insan o qədər təvəkküldə möhkəm olur. Bəzi insanlar var, rızqısının azlığından narahat olur. Kasıblığından şikayətçidir. Kimilər işlikdən, iş olmamaqdan şikayətçidir. Kimi evliliyindən şikayətçidir. Zövcəsindən şikayətçidir. Övladlarından şikayətçidir. Və yaxud da qurduğu işlərin alınmamasından şikayətçidir. Və insanların şikayət qapıları çoxdur. Və bunu sahib qutarmaq mümkün deyil. Bunların hamısını çözən bir ilac var. O da bir müsəlman istər dini, istər dünyavi, nə iş olursa olsun, o işdə Allaha təvəkkülü güclü olmasıdır. Allah Teala möhtərəm qardaşlar buyurur Quran-ı Kərimdə Hud surəsinin 123-cü ayəsində Fa'buduhu və təvəkkəl aleyhi. Allaha ibadət etkinən. Tək Allaha ibadət etkinən. İbadətdə heç bir şey Allaha şərik qoşma ginən. Nə daşa ibadət etmə, nə taxtıya ibadət etmə, nə quşa ibadət etmə, nə qəbrə ibadət etmə, nə mələklərə, nə cinlərə, nə insanlara, nə heyvanlara. Heç bir şey ibadətə layiq deyil möhtərəm qardaşlar. Allah Teala Quran-ı Kərimdə buyurur İnna Allaha la yaghfiru an yushraka bihi və yaghfiru ma dun zalika limen yasha. Əsla. Həqiqətən Allah ona şərik qoşanları bağışlamayacaq. Bağışlamar. Nəyə görə bilirsiniz möhtərəm qardaşlar? Nəyə görə Allah Teala ona şərik qoşanları bağışlamır? Çünki şərik qoşan insan Allahın zatını təhqir etmiş olur. Allahı küçümsəmiş olur. Allahın zatına təhqir etmiş olur. Hər şeydən böyük olan, həddi və hüdudu olmayan, əzəli və əbədi olan Allaha yaratdığı kiçik bir məxluqatı necə ortaq qoşmaq olar? İnsafsızlıqdır bu. Ədalətsizlikdir bu. Allah Teala buyurur İnnehu men yüşrik billah faqad harramallahu aleyhil cenne ve ma'vahun nar ve ma lizzalimin min ansar. Kim Allah'a ortak koşarsa, Allah'ı koyup da başkasına ibadet ederse, ibadetin her hansı bir növünü Allah'tan başkasına sərf ederse, Allah ona cenneti haram eləyər. Onun gedeceği yer cehennem olar. Hiçbir köməkçisi olmaz onun. İnsan bu dünyada qardaşlar dara düşə bilər, əzab çəkə bilər, sıxıntıda ola bilər, amma köməkçi tapmaq da mümkündür. Həkim gələ bilər, rəis gələ bilər, müdür gələ bilər, qohumun dostun gəlib səni xilas eləyə bilər. Amma cəhənnəmə girməyin özü böyük bir müsibətdir. Üstəlik də heç bir köməkçi yoxdur orada. Tövhid çox mühümdür möhtərəm qardaşlar. Əqidə çox mühümdür. Əgər bir ümmətin içində küfür və şirk yayılarsa, insanlar Allahı qoyub da Allah yaratdığı məxluqlara ibadət eləyərsə, Allah o ümmətə izzət verməz.
Allah o ümmətə güc verməz, qüvvə verməz. Qorxunu onların gözünün qabağından əksik etməz Allah Teala. Allah Teala buyurur: "Fa'buduhu." Tək ona ibadət eləyinən. "Və təvəkkəl aleyhi." Və tək ona təvəkkül eləyinən. Özünə güvənmə. Hər hansı bir məxluqata güvənmə. Tam güvənmə tək Allaha məxsusdur möhtərəm qardaşlar. Kamil güvənmə sahibi, kamil güvənməyə layiq olan, bənzəri olmayan uca Allahdır. وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ. Etdiklərinizdən Rəbbin qafil deyil. Möhtərəm qardaşlar, müsəlmanın təvəkkülə böyük ehtiyacı var. Təvəkkül Allahı tanımaqdan bir hissədir. Bir insan tanıdığına görə hərəkət eləyir həmişə. Adicə siz baxın, bir insan bir yerdə işlədiyi zaman, bir hakimin əlinin altında işlədiyi zaman, onu tanıyandan sonra ona görə hərəkət eləyir. Görsə ki, rəhbəri sərtdir, onu hesaba çəkir tez-tez, nə zaman işə gəldi, nə zaman işə çıxdı, ona görə hərəkət eləyir. Görsə ki, səhlənkardır, bu insanı rəqabət etmir, gəlişini, gedişini axtarmır, ona görə hərəkət eləməyə başlayır. Və yaxud da bir insan görürsən ki, görür ki, filan rəisin yanında filan hərəkəti etsə, artıq qazanır, filan hərəkət etsə, əksik qazanır, ona görə hərəkət eləyir. Çünki onun hərəkəti, onun əməli, onu tanımağına bağlıdır. Və bugün bir insan Allahı tanıması lazımdır ki, təvəkkülü də ona görə etsin. Ona görə muamele etsin, ona görə davransın. Allah Teala başqa bir ayədə buyurur, Tövbə surəsinin 129-cu ayəsində: "Fəin təvəlləv fəqul həsbiyəllahu la ilahə illə huvə aleyhi təvəkkəltu və huvə rabbul arşil azim." Əgər sən onlar tərk eləsələr, müşriklər, münafiqlər, kafirlər səni tərk eləsələr, hətta tək qalsan belə zərəli yoxdur. Çünki İslam dinində heç vaxt çoxluqla öyünmək yoxdur. Mənim arxamda çox adam var, mənə çox adam inanır, mənim sözümü çox adam götürür və məni çox adam dəstəkləyir. Çoxluqla öyünməkdə İslamda əsl yoxdur. İslamda çoxluqla öyünülmür. Tək olsan, tək ol, haqq üzrə ol ginən. Çox olub batil üzrə olmaqdansa. Allah Teala buyurur: "Fəin təvəlləv." Əgər onlar səni tərk eləsələr, səni yarı yolda qoysalar, fəqul həsbiyəllah, və deginən ki, Allah mənə yetər. Yetər ki, mən doğru olun. Fəqul həsbiyəllahu la ilahə illə huvə. Tək olan, heç şərki olmayan Allah mənə yetər. Aleyhi təvəkkəltu, və mən ona təvəkkül eləyirəm. Və huvə rabbul arşil azim. Və böyük ərşin sahibi də, Rəbbisi də odur. Təvəkkül etmək, möhtərəm qardaşlar, müminin ən özəl və xüsusiyyət, onu özəlləşdirən sifətlərdən biridir. Onun imanını ortaya çıxardası şeylərdən biridir. Bəzən görürsünüz, bir insan Allah, Peyğəmbər, cənnət, cəhənnəmdən danışır və Allahdan qorxduğunu iddia eləyir. Amma bir balaca imtihan qarşısında gerçək imanı ortaya çıxır. Bir sevdiyini itirdikdə, bir mənfəətini gedərdikdə, baxırsan rəngi qızarır, ağzından beytəmiz və natəmiz sözlər çıxır və qədərə qarşı çıxır. Bunların hamısı təvəkkül olmadığına görədir, möhtərəm qardaşlar. Və müminin əsas sifətlərindən də təvəkküldə möhkəm olmaq. Allah Teala Ənfəl surəsində buyurur: İnnəməl mu'minunəl-ləzīnə izə zükirəllahu vəcilət qulubuhum və izə tuliyət aleyhim əyətuhu zədəthum imanən və alə rabbihim yetəvəkkəlun. Həqiqi möminlər onlardır ki,
Allah zikir olunduğu zaman, Allah onların yanında hatırlandığı zaman, hatırladıldığı zaman onların qəlbləri Allah qorxusundan titrəyər. Və onlara Allahın ayətləri oxunduğu zaman imanları artar. Onlar bütün işlərində tək olan Allaha təvəkkül edərlər. Möminlərin sifətləridir bu. Ən özəl sifətlərindəndir bu möminlərin. Səid ibn Cübeyr radiyallahu anhu tabinlərdəndir. Rahimahullah. Deyir ki, Ət-təvakkül alallahi cima'ul iman. Allaha təvəkkül etmək imanın ta özüdür. Və təvəkkül haqqında sələflərdə çoxlu olmuş hadisələr var. Ən böyük təvəkkül edən kimdir möhtərəm qardaşlar? Kimdir ən böyük təvəkkül sahibi? Kimdir? Hamınız cavablayın. Çünki bunu bilməmiz lazımdır. Bunun cavabını düşünmək xatadır. Kimdir ən böyük təvəkkül sahibi? Rasulullah sallallahu aleyhi və səlləm. Ömər ibn Xattabdan rivayət var ki, deyir, Muhammed sallallahu aleyhi və səlləm rivayət eləyir. Deyir, bir gün biz gedərkən, günün istisi qızdıqda, biz bir dərəyə endik və dərədə hərə bir yerə dağıldı. Kölgələnmək üçün hərə bir ağacın altına uzandı. Və bu zaman müşriklərdən biri Peyğəmbəri öldürmək üçün hücum eləyir. Rasulullah sallallahu aleyhi ve sellem deyir, ağacın altında yatırdım. Gözümü açdım ki, deyir, başım üstə xançalı tutub və Rasulullah sallallahu aleyhi ve sellem vurmaq istəyir. Və deyir, mənim onu gördüyümü o gördü. Mənə dedi ki, ey Muhammed, səni məndən kim qutara bilər? Ana baxın, duruma baxın. İmana baxın, təvəkkülə baxın. Görün, imanla təvəkkül necə bir-biri ilə bitişikdir möhtərəm qardaşlar. Rasulullah sallallahu aleyhi ve sellemin silahı yoxdur. Silahın zərbəsini qoruyan paltarı da yoxdur. Rasulullah sallallahu aleyhi ve sellem qaçası durumu da yoxdur. Başının üstündə boynunu duran bir nəfər durur. Və xançalı qılından çəkəsi durumu da yoxdur ki, deyəsən ki, o çıxardana kim qaça bilərəm. Xançal əlindədir və qaldırıb. Və Rasulullah'a deyir ki, ey Muhammed, səni mənim zərbəmdən kim xilas eləyə bilər? Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, Allah. Və xançal əlindən düşür. Vura bilmir. Təvəkkül budur möhtərəm qardaşlar. Rasulullah sallallahu aleyhi ve sellem Məkkədən Mədinəyə hicrət eləyərkən Hira mağarasına girirlər Abu Bakr'la. Abu Bakr radiyallahu anhu deyir ki, müşriklərdən biri başını çöndürüb baxsaydı bizə, ikimizi də görərdi. Və mən deyir, bundan qorxdum ki, bizi görəcəklər və qəmləndim. Rasulullah mənə təsəlli verərək kürəyimə vurdu ki, ey Abu Bakr, iki müminin, üçüncü yardımcısı, iki müminin əgər yardımcısı Allah olarsa, buna qalib gələn olar. Rasulullahın təvəkkülünə baxın. Ona görə ey müsəlman, sən təvəkkülünə görə, sənin imanın təvəkkülünə görədir. Sən çalış, Rasulullahın, sənin təvəkkülün Rasulullahın təvəkkülündən payı olsun. Və heç vaxt məyus olma yine. Ümidsizlik səni bürəməsin. İkinci səbəb möhtərəm qardaşlar, köksün genişlənməsinin ikinci səbəbi Allaha qarşı gözəl zənn etməkdir. Allaha qarşı, Allaha gözəl zənn etməkdir. Bir müsəlmanın gözəl zənn sahibi olmasıdır. Və müsəlman bilməlidir ki, onun qəmini də, qüssəsini də, kədərini də, sıxıntısını da gedirən sadəcə kimdir? Allahdır möhtərəm qardaşlar. Allah Teala Quran-ı Kerimdə buyurur, sizə bir müsibət gəldikdə onu Allahdan başqa gedərən varmı? Varmı qardaşlar? Buna gözəl zənn deyilir. Ey müsəlman, ey müsəlman, ey müsəlmanam deyən şəxs, başına bir müsibət gəldikdə sən elə bilməyən ki, Allah Teala səni bununla illa imtihana çəkir, səni sevmir və yaxud da niyə sənin başına gəldi, nəyə görə bu sənin başına gəldi, nəyə görə Allah Teala səni insanların içindən seçib başına gətirir?
Pis zənnə qapanma ginin. Gözəl zənn elə ginin. Bir qəmi verən, bir qüssəni sənə verən onu qaldırmağa qadirdir. Və sənin üçün bu bir imtihan ola bilər. Əbu Hüreyrədən hədis gəlir. Hədisi İmam Əhməd Musnad kitabında və həmçinin İbn Hibban Səhih kitabında rivayət edib. Əbu Hüreyrə radiyallahu anh deyir ki, Rasulullah s.ə.v belə deyir. Allah Teala buyurur ki, mən quluyum, mənə zənn etdiyi kimiyəm. Necə mənə zənn edirsə, onun müqabilində də qulun mükafatını alır. Əgər yaxşı zənn edərsənsə, Allah sənə yaxşı durum bəxş edər. Əgər Allaha qarşı pis zənn edərsənsə, öz başına müsibət gəlməsinə səbəb olarsan. Ona görə zənnləri yaxşılandırmamız lazımdır. Allah Teala Quran-ı Kərimdə buyurur, əziz qardaşlarım, Fəth surəsinin 6-cı ayəsində əz-zanninə billahi zannəs-sav aleyhim dairətus-sav və qadiballahu aleyhim və la'anəhum və a'addə ləhum cəhənnəmə və səət məsira. Allah barəsində pis fikirdə olanların pis fikirləri özlərini bəlaya salsın. Allahın onlara qəzəbi tutmuşdur. Allah onları lənətləmiş və onlar üçün cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir. Çalış gözəl zənn eləyinə. Çünki sən pis zənn eləsən, bu pis zənnin səni bəlaya düçar edəcək. Və Allahın lənətinə səbəb olacaqsan. Lənəti səni bürüyəcək. Allahın qəzəbinə düçar olacaqsan. Allahın lənətinə və qəzəbinə düçar olmuş insan üçün hazırlayıb Allah Teala cəhənnəmə. Pis zənn, Allaha qarşı pis zənn etmək. Bəzi insanlar misal çəkim ki, daha da yaxşı anlaşılsın, möhtərəm qardaşlar. Baxırsan atasını itirəndə, anasını itirəndə, övladını itirəndə səs-küy salır ki, niyə belə oldu bu? Niyə öldürdün mənim balamı? Niyə öldürdün mənim atamı? Niyə öldürdün filanı? Buna deyilir pis zənn. Və yaxud da bir insan ticarət edəndə bir zərəl gördükdə nəyə görə mənim malım batıb? Sanki Allahın verdiyi bu şeylə qənaətlənmir. Pis zənn budur. Allahın böldüyü bir paya etiraz eləyir. Allaha qarşı pis zənn budur. Və yaxud da bir insan övladı dünyaya gəldikdə etiraz edir ki, mənə nəyə görə daha kamil övlad nəsib olmadı? Bunların hamısı, bunlar da Allaha qarşı olan pis zənn. Allah sənə verdiyi paydan razı olmalısan, qənaətli bir qul olmalısan. Allah seçimində və ədalət və hikmət sahibi olduğunu bilməlisən. Allahı hikmətli və ədalətli görməndir Allaha qarşı olan gözəl zənnin. Bir əsər var, möhtərəm qardaşlar. Gəlir ki, əsərdə Rasulullah s.ə.v yoldan keçərkən bir kişinin əlini açıb səhrada dua etdiyini görür. Ya Rabbi mənə oğlan uşağı ver. Ya Rabbi mənə oğlan övladı ver. Ya Rabbi mənə oğlan uşağı ver. Rasulullah bu insanın nə qədər duasında ciddi olduğunu bilir. Və acıyır ona və keçir gedir. Bir müddətdən sonra həmin məqamda bir yaşlı kişi ilə qarşılaşır. Yaşlı kişi kotan bilirsiniz, yer əkmək üçün atın arxasına bağlanır. Kotana bağlanmış bir kişi görür. Arxasında da onu matraqla bir gənc vurur. Rasulullah s.ə.v acıyır. Deyir, görəsən ki, niyə bu durum baş verir? Görəsən bu kişi, yaşlı kişi, bu gəncin köləsidirmi? Nəyə görə gedib bu işi gördürmək üçün yaşlı bir kölə alıb? Və ondan soruşur. Deyir ki, bu mənim neçə il qabaq Allahdan istədiyim oğlan uşağıdır. Kaş ki, belə oğlan uşağı mənə nəsib olmayaydı. Sənə Allah övlad vermirsə, ey müsəlman, övladın yoxdursa, sonsuzluqdan şikayət edib Allaha qarşı pis zənn eləmə. Bu sənin üçün xeyirlidir. Əgər övladın dünyaya gəldisə,
Əgər oğladın əlildirsə, övladın əlildirsə, şikəstdirsə, müəyyən bir üzvü naqisdirsə, Allaha qarşı pis zənn eləmə ki, sənə niyə belə övlad verib? Çünki əlil olmayıb, səni odda yandıran, sənə əzab verən, gecələri söyüb, gündüzləri doyan övladın olsaydı, belə bir övladın olmamasını istəyərdim. Biz nə qədər müşahidə olmuşuq ki, atalara, övladlarını lənətləyirlər. Analar görmüşük ki, belə övladı dünyaya gətirdiyi üçün özünə lənətləyir. Kaş ki, belə bir övlad sahibi olmadıqlarını diləyirlər. Yoxdur möhtərəm qardaşlar. Siz buna şahid deyilsinizmi? Bunlar çəkdiyim misallardır ki, sadəcə bir müsəlman qənaətli olmalıdır. Sən kasıb oldunsa halından şikayətçi olma. Sən demə ki, mən varlı olmağa daha layiq birisiyəm. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, Allah Teala bəzi qullarını varlı yaradır ki, onlar kasıb olsa İslamdan çıxarlar. Bəzi insanları, qullarını kasıb yaradır ki, varlı olsa onları, pulları, malları dindən çıxardar. Allah sənə verdiyi qismətə razı ol ginən. Və qənaətli ol ginən. Budur Allaha qarşı sənin olan gözəl zənnin. Üçüncü səbəb, möhtərəm qardaşlar, köksün açılmasının üçüncü səbəbi duanı çoxaltmaq. Bu çox önəmlidir, çox. Bir sıxıntıya düçar oldun, bir müsibətə məruz qaldın, bir müsibətlə, bəla ilə qarşılaşdın, əlini Allaha aç ginən. Vallahi, billahi, tallahi. Allah Teala bir ananın övladına, bir atanın övladına, bir dostun dosta göstərdiyi rəhmətdən Allahın qullarına rəhmət daha böyükdür. Bir ananın övladına göstərdiyi maraqdan Allah qullarına daha çox maraq göstərir. Bir ananın qəlbində tutan övlada qarşı rəhmətdən Allahın rəhməti qullarına qarşı daha böyükdür. Ömər ibn Xattab radiyallahu anh deyir ki, Rasulullah sallallahu aleyhi ve sellemin yanına əsirlər gətirirlər. Əsirlərin içində qadınlar var, uşaqlar var. Bir ana itirdiyi övladını axtarır. Və gəlir övladını tapır. Hədis Buxaridə gəlir. Və ana övladını götürənlə bir ac qaldı deyə onu sinəsinə basır və uşağını əmizdirir. Rasulullah sallallahu aleyhi ve sellem sahabələrini çağırır ki, bu ana öz övladını baxın bu halda, görmədiyi bir halda, həsrətdə olduğu bir halda, itirdiyi bir övladını tapıb əmizdirərkən ən belə övladına bağlı olan bir məqamda o da atarmı? Sahabələr deyir ki, xeyr ya Rasulallah. Deyir, Allah ondan daha rəhimlidir. Daha da istəmir ki, qullarını cəhənnəmə atsın. Qullar özlərinə zülm eləyirlər, qardaşlar. İnsanlar özlərinə zülm eləyirlər. Allah Teala Quran-ı Kerimdə buyurur, "Limen şa'e minkum en yestaqim." Sizdən kim haq yolda getmək istəyirsə getsin. Haq yol ortadadır. Haqq ortadadır. Halal da bəllidir, haram da bəllidir. Seçim sənindir. Ona görə Allah Teala deyir ki, o gün zalim insan peşmançılığından əllərini ağzına salaraq çeynəyəcək. Peşman olacaqsan. Ona görə qardaşlar, dua etməmiz lazımdır ki, Allah köksümüzü genişləndirsin. Duaları çoxaltmaq lazımdır. Və hər bir müsibətə düçar olduqda və yaxud da düçar olmağın şərt deyil. Dualarda çoxalt ki, Allah sənə geniş qəlb nəsib eləsin, geniş köksün olsun, geniş ürək sahibi olasan. Allah Teala Quran-ı Kerimdə buyurur, وَقَالَ رَبُّكُمُ دُعُونِ أَسْتَجِبْ لَكُمْ. Rəbbiniz deyir ki, mənə dua edin, mən də siz etdiyiniz duanızı qəbul edeyim. وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ. Qullarım səndən mənim haqqımda soruşsalar, deginən ki, mən onlara yaxınam. Əlini açıb məndən istəyənlərin duasını qəbul edirəm. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, əgər bir qul əllərini açaraq, Ya Rabbi, Ya Rabbi deyərək Allahdan istəyərsə bir şeyi,
Allah utanır onun əlini boş qaytarmağa. Ona görə ey müsəlman, əlini Allaha qaldırmaqdan çəkinməginən, əlini Allaha qaldırmağı çoxaltginən, yalvarmağı Allaha çoxaltginən ibadətin ən böyük ibadətdir bu. Rasulullah s.ə.v-in özü kədərin, qəmin, qüssəsinin getməsi üçün rivayət var səhih hədisdə ki, əlini açardı, deyərdi ki, Allahümmə inni ə'udhu bikə minəl həmmi vəl-həzəni vəl-əczi vəl-kəsəl. Ey Allahım, qəmdən, qüssədən, kədərdən, sıxıntıdan, aciz olmaqdan və tənbəllikdən sana sığınıram. Rasulullah bunu deyərkən, ey müsəlman, sən niyə etmirsən? Ona görə əziz qardaşlarım, duanı da bunun üçün çoxaltmamız lazımdır. Dördüncü səbəb, günahları tərk eləmək üçün cəhd göstərmək, tələsmək, günahlardan təmizlənmək üçün zəhmət çəkmək. Çünki hər bir günah insana kədər gətirir. Hər bir günah insana qəm gətirir. Hər bir günah insanın köksünün daralmasına səbəb olur. La tahqiranna saghiratan innal jibala minal hasa. Sən kiçik günahları küçümsəmə. Gördüyünüz uca dağlar xırda qumlardan ibarətdir. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, Adəm övladı günah etdikdə qəlbinə bir qara nöqtə düşür. İki günah etdikdə iki qara nöqtə düşür. Üç günah etdikdə üç qara nöqtə düşür. Deyir, tövbə ilə və istiğfarla o qara nöqtələri yuyun. Allah Teala Quran-ı Kərimdə buyurur möhtərəm qardaşlar: "Və ma asabakum min musibetin febima kasabat aydikum və ya'fu an kəsir." Şura surəsi 30-cu ayə. Başınıza gələn bütün müsibətlər, qəm, qüssə, sıxıntı, dünyavi, ruhi, bədəni nə olursa olsun bütün müsibətlər əllərinizlə qazandığınızın ucbatındandır. Əməllərinizə görədir. Sən özünsən başına müsibəti gətməyə səbəb olan ey insan. Əməllərini düzəlt, günahları tərk elə, asilikdən uzaq ol. Allah köksünü genişləndirəcək. Allah qəlbini açacaq. Hətta bütün müsibətlər səndə cəm olsa belə, Allah sənə verdiyi böyük qəlblə, geniş kökslə sən o müsibətlərdən həzz alacaqsan. Rasulullah başına gələn din uğrunda olan müsibətlərin heç birindən bir dəfə də olsa belə şikayət eləmədi. Bir gün Ayşə radiyallahu anhə deyir ki, ya Rasulallah, Uhud döyüşündən sonra deyir, sənin başına Uhud döyüşündən böyük bir müsibət gəlibdir. Rasulullahın ən sevdiyi Mus'ab ibn Umeyr ölmüşdü. Ən çox sevdiyi əmsi Həmzə ölmüşdü. Şəhid olmuşdular. 70 dənə əziz sahabələrini itirmişdi Rasulullah. Ön dişləri tökülmüşdü. Üzünə ox batmışdı Rasulullahın. Dağdan yumalanaraq kürəyi sıyrılmışdı. Rasulullah qanın içindəydi. Və ölüm xəbəri çıxmışdı. Bütün sahabələr və Mədinə əhli kədər, qəmin içindəydilər. Hər kəsi hüzün bürəmişdi. Anamız Ayşə radiyallahu anhə soruşur ki, ya Rasulallah, belə bir çətin gün sənə keçibmi? Rasulullah sallallahu aleyhi ve sellem deyir, bəli. Halından şikayətçi deyil idi Allah uğrunda çəkdiyi heç bir şeydən. Deyir, bəli ey Ayşə, ümmətim məni yalanladığı zaman, Məkkə müşrikləri mənim sehirbaz olduğumu, yalancı olduğumu dilə gətirdikləri zaman, onlar məndən üz çevirdikləri zaman Taifə getdim ki, bəlkə onlar qəbul edirlər Allahı, bəlkə onlar inanırlar mənə. Deyir, onlar mənə Məkkə əhlindən daha da pisini elədilər. Daşladılar, qovladılar, istihza etdilər. Deyir, o gün mənim həyatımda olan ən ağır günü idi. Ona görə ey müsəlman, günah etmə. Çalışqınla günah etmə. Təmizlənginlə günahlardan. Və müsibətlərin
Gəlişi, bundan öncə bu qissaları gətirməmdə əsas məqsəd nə idi? Rasulullahın başına müsibət gəlmişdim, qardaşlar, müsibət gəlmişdi. Amma Rasulullah kiməsə şikayət eləmədi. Hətta müsibət olsa belə həddi zatında Rasulullah ondan həzz alırdı. Və ey müsəlman, əgər sən günahları tərk eləyərsənsə, köksün genişlənərsə, Allah sənə bu köksü bəxş eləyərsə, bütün müsibətlər səndə cəm olsa həzz alacaqsan. Əgər asilik səni bürüyərsə, məhrum olarsansa tövbə etməkdən, qəlbin qara şəkildə qalarsa, xırda bir şey olsa da belə, onu özündən dəf eləyə bilməzsən. Günahkar insanlara baxın, necə günahı günahın üstündən eləyir, necə günahı günahın üstündən eləyir. Sigara çəkir, özünü səndirə bilmir. Gedir, içki içir, özünü səndirə bilmir. Gedir, diskotekada atılıb düşür eşək kimi, yenə özünü səndirə bilmir. Evə gəlir, arvadını döyür, öldürür, yenə səngiyə bilmir. Çünki Allah ona o rahatlığı vermir. Allah ona o rahatlığı verməyib. O şeydəki ümid bağlayır ki, həzz alacaq, qəlbi rahatlanacaq, sevinç içində olacaq. Allah ona bunu verməyib, möhtərəm qardaşlar. Müsibət balaca olanda, qəlb qaradırsa, o insan üçün bu kədər olur, qəm olur və axırı intihara da gəlib çıxa bilir. Amma iman olanda, insan asi olmayanda, insan saf olanda, ağ və pak ürəyə nail oldusa, Allah onu hər şey üçün o adamı rahatlandırır və qəlb genişliyinə nail olur. İbn Abbas və yaxud da Abbas ibn Abdülmuttalib radiyallahu anhu Peyğəmbər s.ə.v əmisi, bilirsiniz, salih bir insan olur. Əməli salih bir insan olur. Ömər ibn Xattab yağış yağdırmaq üçün istisqa namazında onu mindirərdi minbərə ki, Allaha yalvarsın. Çünki Allah o müstəcəb dualardan biriydi. Allah Abbasın etdiyi duaları qəbul edirdi. Abbas radiyallahu anhu əlini minbərə çıxıb qaldırır, deyir ki, ey Allahım, ey Allahım, Allahümmə innehu ləm tənzil uqubətun illə bi zənbin və lə tənkəşifu illə bi təvbə. Ey Allahım, sən bunu bilirsən ki, hər bir bəla günah ucbatından baş verir. Hər bir bəla. Və bu bəla ancaq tövbə ilə aradan qalxır. Və insanları tövbəyə dəvət edir. İnsanları tövbəyə dəvət edir, istiğfara dəvət edir, günahları tərk eləməyə dəvət edir. Ona görə Ömər ibn Xattab bütün insanları toplayardı Mədinənin quraqlıq olduğu zaman. Deyərdi ki, gedin tövbə eləyin. Gedin tövbə eləyin, düşdüyümüz bu müsibətlər sizlərin günahlarınızın ucbatındandır. Sələflərin biri deyir ki, evdə eşşəyim yersiz yerə anqırması, evdə sıçanların çox olması, zövcəm əxlaqının dəyişməsini mən etdiyim günahlarda görürəm. Ola bilsin ki, yoldan, bazardan gəlirsən, evə girirsən, görürsən, arvad tərsləşib. Sözünə baxmır. Daha sən arvadı qınayırsan ki, mən gəlib işdən gəlirəm, sən niyə bu sifəti göstərirsən mənə? Bu meydana gəlməzdən qabaq düşün ki, bəlkə asilik etmişsən, onun cəzasını çəkirsən. Bəlkə yolda gələrkən naməhrəmlərə baxmışsan, bəlkə naməhrəmlərlə danışmışsan, bəlkə əlin haram işlər görüb, gözün haram işlər görüb, bəlkə bu onun cəzasıdır. Bunlar mühümdür, möhtərəm qardaşlar. İnsan belə şeylərlə qarşılaşdığı zaman gərək birinci özünü hesaba çəksin. İbn-i Qayyim rahmehullah deyir ki, dünyada baş verən müsibətlər dünyanın cəhənnəmidir. Yəni bir müsəlman əgər başına gələn müsibətlərə səbr eləyərsə, günahlardan uzaq olarsa, kədər, qəm, qüssə, qəlb sıxıntısı və bunların hamısı deyir, onun günahları üçün kəffara olar. O adamı təmizləyər. Allah Teala buyurur: "Vellezine cahadu fina lenehdiyennahum subulana ve innallaha lama'al muhsinin." Uğurumuzda, yolumuzda çalışanları, cəhd göstərənləri mütləq öz yolumuza yönəldəcəyik. Kimlər Allah yolunda çalışırsa, günahlardan tövbə etmək üçün çalışırsa, salih əməllər etmək üçün doğru səbəblərdən yapışırsa, Allah onu
bu şeylərdə muvaffaq edəcək. Bu Allahın verdiyi vəddir. Bəzilər deyir ki, mən cəmaat namazına gedə bilmirəm. Bəzilər deyir ki, mən sabah namazına qalxa bilmirəm. Bəzilər deyir ki, mən həccə gedə bilmirəm. Bu məsələdə özünü ağa çıxartmaq üçün 100 dənə bəhanə uydurur. Sən əgər bunu etmirsənsə, bilginən ki, doğrudan da istəmirsən. Çünki Allah Teala deyir ki, kimlər bizim yolumuzda, bu yol uğrunda çalışarsa, biz onu o yolda muvaffaq edəcəyik. Doğrudan da istə. Bu şeyə nail olmaq üçün doğru səbəblərdən yapış. Sabah namazında dura bilməyəcəksən, əgər gecə saat 2-dən futbola baxacaqsansa. Sabah namazında dura bilməyəcəksənsə, gecə saat 1-ə 2-ə kimi kinolara baxacaqsansa. Sabah namazında dura bilməyəcəksən, əgər səni oyadası səbəblərdən istifadə etməzsənsə. Bizdən birimiz bəlkə də işə çıxası olduqda telefonu zəngə qoyuruq və uzaqlaşdırırıq. Bu tərəfdə saatı qoyuruq. Kiməsə zəng eləyirik ki, məni sabah namazını filan vaxtı qaldırgı ilə işə gedəsisən. Bəzilər də arvadına deyir ki, yatma səhərə kimi. Mənim işim var. Amma sabah namazına qalxmaq məsələsində gəldikdə, bəzilər onların heç birindən də belə istifadə eləmir. Nə saat qoymur, nə telefonu qoymur, nə zövcəsinə demir ki, dursan məni durğuz. Yəni, sabah namazına qalxmağa həris olan birinə demir ki, mənə bir zəng at ki, nə? Deyir, Allah kərimdir, ha vaxt duraram. Rasulullah da yatıb deyil. Doğrudur bu qardaşlar. Ona görə biz özümüzü aldatmayaq. Dinin uğrunda çalışaq. Haqqı tapmaq üçün zəhmət çəkək. Çünki Allah vəd eləyib ki, kim doğru səbəblərlə tutsa, Allah onu verəcək. Allah Teala buyurur möhtərəm qardaşlar, Talaq surəsinin 3-cü ayəsində. وَمَنْ يَتَّقِ اللّٰهَ يَجْعَلْ لَهُ مَخْرَجًا. Kim Allah'tan ona yaraşar şəkildə qorxarsa, Allah ona bütün sıxıntıdan çıxış yolu göstərər. وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبْ. Heç hesab etmədiyi yerdən, ağılına gəlməyən yerdən Allah onu rızqlandırar. Və Allah Teala həmçinin buyurur: وَمَنْ يَتَّقِ اللّٰهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتُهُ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمُ لَهُ أَجْرًا. Kim Allah'tan ona yaraşar şəkildə qorxarsa, Allah onun günahlarını bağışlayar və ona böyük əcr verər, savab verər. Bunların hamısı nəyi göstərir əziz qardaşlarım? Bunların hamısı onu göstərir ki, doğru səbəblər tutmaq lazımdır xeyrə nail olmaq üçün. Allahın yardımını əldə etmək üçün çalışmalısan ki, Allahı razı salan əməllər edəsən. Budur. 5-ci səbəb, Allahın vacib etdikləri fərzləri Allahın əmr etdiyi şəkildə əda etməlisən. Köksün genişlənməsinin, muvaffaq olmağın 5-ci səbəbi, Allahın əmr etdiyi vacibləri Allahın əmr etdiyi şəkildə əda etməlisən. Şəriətdə olan şəkildə, dinimizdə necə gəlibsə o şəkildə əda etməlisən. Dinimizdə qardaşlar, namaz qılmaq nədir hökmü? Fərzdir. Namaz qılmaq hökmü nədir? Vacibdir, fərzdir. Cəmaat namazının hökmü nədir? Vacibdir. Cəmaat namazının hökmü də vacibdir. Sən ona görə bu fərz ibadəti tək mən əda edirəm deməyinlə kifayətlənə bilməzsən. Çünki şəriət eyni zamanda onu cəmaatla qılmağı tövsiyə eləyir. Nədən gedir söhbət? Əgər cəmaat namaz qılmaq imkanı varsa. Mən sənə demirəm 15 kilometr getkinlə cəmaat namaz qılqınə. Xeyr. Mən oradan danışıram ki, orada məscid var. Sən məscidə yaxınsan və yaxud da bir küçədə yaşayırsınız, bir neçə nəfər və bir yerə yığılıb orada cəmaat namazı qılmaq imkanınız var. Sən iş bəhanəsinə görə, yorğunluğa görə və s. kimi bəhanələrə görə cəmaat namazını tərk edə bilməzsən. Çünki bu qəlbinin köksün genişlənməyini istəyirsənsə, həmin o fərz ibadəti Allahın istədiyi şəkildə əda etməlisən. Sən həccə gedəndə
Həccə getmək nədir? Fərzdir. İslamın 5 şərtindən biridir. Sən ora gedəndə, həcca gedəndə bu fərz ibadətlər əda etməyi Allahın dediyi kimi etməməlisənmi? Yoxsa elə getmək kifayət eləyir? Kifayət eləmir, qardaşlar. Əməlin qəbul olma şərti odur ki, Allahın əmr etdiyi vacibi Allahın əmr etdiyi kimi edəsən. Bir maraqlı bir hadisə ilə rastlaşdım bir neçə il qabaq. Bir kişi gördüm, hacdaydı. Məkkədə, Minada. Kişi mənə dedi ki, həccə gəlmişəm. Uzun illərdir deyir, ay bala bunu arzulayırdım. 65-70 yaş olardı, qoca kişi. Mən dəhşətə gəldim. O ilsi bəlkə də həyatımda gördüyüm ən belə sıx və əziyyət dolu olan bir illər idi. Cəmaat çox idi. Və orada qazıntılar gedirdi, remontlar gedirdi və şərait çox çətin idi. Və biz və mənim kimi gənclərin orada nə qədər əziyyətlə, yəni oralarda hərəkət etməmizə baxmayaraq bu qoca kişinin bu durumu məni dəhşətə gətirdi. Ki bu çox fərəhlə gəlib, çox mənəviyyəti çox yüksəkdir. Bunu görmüşdüm Mədinədə. Və sonra gedib Minada gördüm bunu bayram günü. Yəni dedim ki, əlhəmdülillah bu sağ çıxıbdı yəni. Sağ gedibdi Minaya, Minadan Arafat'a, Arafat'dan Müzdelife'ye, Müzdelife'den tekrar Mina'ya bayramdı artıq vacibləri eləyib bu. Sağ salamatdı. Bu kişiyi həcdən sonra Mədinədə gördüm. Məni tanıdı. Deyir ki, ay bala, mən deyir, yaxşı həcc elədim. Deyir, mən tavafların hamısını divayno elədim, deyir. 7 kurukun yerinə 14 kuruk. Getdim, deyir, qurban kəsməyə, bunlar dəli olub, deyir. Bu baxalıqda qoyun olar, deyir, qaydanda ödə kəsəcəm, deyir, qurbanı. Həccin qurbanını evdə kəsmək olar. Evet. Tavafları divayno etmək olar. Evet. Əməl böyükdür. Dəhşətdir bu. Bu qoca kişi illər boyu arzulayıb, amma Allahın əmr etdiyi kimi etməyib əməli. Müsibətdir bu, qardaşlar. Burada adam acıyır və üzülür. Çünki İslam dinində əməldə ibrət şəriətə uyğun olmasındadır. Allah Teala deyir ki, sizdən kim bir əməl edərsə, ahirətdə onun 10 mislini verəcək. Kim edərsə deyil, ahirətdə Allah Teala deyir, kim bir savabla gələrsə, ona 10 mislini verəcək. Allah Teala demir, kim bir əməl edərsə. Çünki insan bu dünyada çox əməllər eləyir. Ya düzgün etmədiyinə görə pozur, ya ixlas olmadığına, riyakarlığa görə pozur. Ahirətə adam hər elədiyini apara bilmir. İbrət sənin Allah qatına, Allahın dərgahına, Allahın qəbul etdiyi əməllə getməyindədir. Ona görə qardaşlar, fərz ibadətlərini Allahın razı qaldığı şəkildə əda etmək qəlbin açılmasının səbəblərindəndir. Və hədis var, İmam Buxaridə Əbu Hüreyrədən rivayət olunur. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, Allah buyurur, hədis-ül qudsidir. Qulumun mənə yaxınlaşdırası, qulumu mənə yaxınlaşdıran, ən sevdiyim, ondan tələb etdiyim şey, quluma vacib etdiyim şeyləri etməsidir. Yəni, Allahın səndən tələb etdiyi və onunla səni özünə yaxınlaşdırası, ən böyük əmri, onun sənə vacib etdiklərini Allahın razı qaldığı şəkildə əda etməndir. 6-cı qardaşlar, 6-cı səbəb, İnsan əməli salih insanlarla oturub durmasıdır. Bu çox mühümdür. Rasulullah sallallahu aleyhi ve sellem ne deyir? Kişi dostunun, siz deyin, kişi dostunun dinində olar. Sən əgər bugün günahla qəlbi bürənmiş bir adamın yanında otursan, qəlbi qara olmuş bir insanın yanında otursan, sabah sənin qəlbin də onun qəlbi kimi qapqara olacaq. Əgər sən qeybət edən, dilini kontrol edə bilməyən bir adamın yanında otsan, bir gün, 2 gün, 3 gün sən də sabah qeybət edənlərdən olacaqsın. Əgər sən yalancı bir insanın yanında otursan, bir gün, 2 gün, 3 gün sabah sən də yalan danışanlardan olacaq.
olacaqsan. Və bu labud və qaçılmaz bir şeydir. Rasulullah bunu deyərkən kişi dostunun dinində olar. Onu ifadə etmək istəyir ki, və yaxud da onu ifadə edir ki, sizdən biriniz baxsın kiminlə dostluq eləyir. Kiminlə dost olursan. Adam qardaşlar, gəlin belə danışaq. Salih insanların yanına gedəndə içi rahatlanır. Onlarla oturanda kədərin, qəmin azalır. Onların yanında rahatlıq hiss eləyirsən. Sanki yuyulursan, bir insan kirdən təmizləndiyi zaman necə rahatlanırsa, onların məclislərindən getmək istəmirsən. Söhbətlərinə qulaq asmaq istəyirsən. İbadətlərini görüb onlar kimi ibadət etmək istəyirsən. Pis insanların yanına gedəndə, etmək istəməsən də, ən azından onlar səni salih əməllərdən çəkindirirlər. Ən azından. Ən azından səni onlar salih əməllərindən çəkindirirlər. Bu da şeytanın hilələrinin birindəndir, qardaşlar. Özlərini, yəni insanın özünü daima özündən aşağı səviyyədə olan insanlara müqayisə etməsi. Sən baxırsan ki, gündə bir namaza gedirsən, əgər sən baxsan heç namaza getməyənə, o zaman sən aldanırsan. Əgər sən bugün namaz qılırsansa, tutaq tək öydə namaz qılırsan və bu halda sən 5 vaxt namaza, cemaat namazını qılana baxmayıb da, evdə, yəni 5 vaxt namaza qılanı baxmayıb da, heç namaz qılmayana baxsan, sən ən azından namazı tərk eləməsən də namazda çox səhlənkar olacaqsan. Əgər sən bugün bir cüz Quran bilirsənsə, hafiz olanlara baxmayıb da, heç Quran oxuya bilməyənlərə baxsan, o bildiyin bir cüzdə unudacaqsan. Ən azından bu olacaq. Və yaxud da heç unutmasan da ikinci cüzü əzbərləməyə muvaffaq olmayacaqsan. Hədis var. Rasulullah s.ə.v deyir ki, dini işlərinizdə sizdən yüksək olanlara baxın, dünyavi işlərinizdə sizdən aşağı olan, dünyavi işlərdə sizdən aşağı olanlara baxın. Əgər sənin bugünkü gündə bir otaqlı evin varsa, palatkada, çadırda yaşayanlara bax yine. Əgər sən bugün bir qolunu itirmişsənsə, 2 qolu olmayanlara bax yine. Bir gözünü itirmişsənsə, körlara bax yine. Böyrəyin ağrıyır mı? 2 böyrəyi olmayanlara bax. Bir böyrəyin ağrıyır mı? 2 böyrəyi ağrıyanlara bax yine. Dini işlərdə həmişə yüksək adamlara bax. Bir adam Quran hafizlərinə bax. 5 vaxt cemaat namazını qılmağa cemaatın həris olanlara bax yine. Gecələri təheccüd namazına durub gündüzləri oruc olan insanlara bax yine. Allahın zikri, Allah'ı anmaqdan yayınmayan insanlara bax yine. Özünü onlarla müqayisə elə. Onda o zaman həm muvaffaq olacaqsan, həm də şükür etməyə nail olacaqsan. 7-cisi və son demək istədiyim qardaşlar, köksün açılmasına səbəb olan şeylərdən biri də Qur'an-ı Kərimi anlayaraq oxumaq. Bugün müsəlmanların dində, müsəlmanların çoxlarının dində nazik olmalarının ən böyük səbəblərindən biri Allahın kitabından üz çevirməkdir. Qur'an-ı Kərimi oxumağa belə bacarmamaqdır. Qardaşlar, biz səbr edə bilərik, səndən gözləyə bilərik ki, yeni müsəlmansan, bir ay öyrənə bilmədin, buna göz yuma bilərik. 2 aydır keçdi üstündən, öyrənmədin, buna göz yuma bilərik. 3 aydır deyərəm ki, yenə bir bəhanə taparam, deyərəm ki, müəyyən ki, hələ təzədir. Amma müsəlman var, 1 il keçir, 2 il keçir, 3 il keçir, 10 ildir İslamdadır, hələ Allahın kitabını oxuya bilmir. Allahın kitabını oxumaq istəmir. Allahın kitabını oxumaq üçün vaxt ayıra bilmir. Bunları mən qınayıram. Bu, belə halı olan qardaşlar qınayıram. Çünki dinin nazikliyidir bu. Şəriətdə birinci məsdəri bilməlisən. Rasulullah s.ə.v deyir ki, bu yeganə Qurana gəlib qardaşlar, bu fəzilət. Başqa əməllərə gəlməyib. Allah Teala deyəcək ki, Quranı oxu və ucal. Cənnətdə mərtəbələr var. Oxudun, ucalacaqsan. Oxudun, ucalacaqsan. Ən son məqamın, ən dayandığın son ayətdə olacaq. Çalış cənnətdə məqamını ucaltmaq istəyirsənsə, Rəbbin nazil etdiyi Quranı oxumaq öyrən. Əzbərləginə
لَوْ أَنْزَلْنَا هَذَا الْقُرْآنَ عَلَى جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللّٰهِ. Biz bu Kur'an'ı dağlara nazil etseydik, bu daşlara, Kur'an'ın heybətindən, ağırlığından, Allah'ın kəlamının olmağından, dağlar bunun hissiyyətindən parça-parça olardı. Sən niyə öyrənmək istəmirsən ki, Allah'ın kəlamıdır bu? Allah'ın sözləridir bu. Danışılan, nitq olunan ən pak müqəddəs sözdür bu. Resulullah deyir ki, kim bir hərif oxuyarsa, ona 10 dənə Allah savab yazar. 300 dəfə, 300 mislində Allah istədiyini artırar. Niyə özünü məhrum eləyirsən? Bir ola bilər ki, bir tükanda oturan minlərcə əsnafların satılan materialların adlarını əzbər bilir. Bəlkə də bir insan boşu-boşuna heç ondan tələb olunmadan minlərcə maşınların nömrələrini əzbərləyir. Futbolistlərin adlarını, nömrələrini əzbərləyir. Telefon nömrələri əzbərləyir. Amma ayət, hədis bilmir nədir. Ona görə qardaşlar, ayıbdır bu. Ramazan gəlir, sonra Ramazan gəlir, sonra Ramazan gəlir. Sən 5-6 ildir İslamda yaşayırsan, ayıb deyiləm ki, Allah'ın kitabını oxuya bilmirsən. Özünü niyə qınamırsan? Əgər sən bir Allah'ın kitabını oxumayan valideynsənsə, sənin övladını kim islah eləyəsidir? Sən özün öz övladını islah etmirsənsə, Allah'ın kitabına bağlamırsansa, başqasından umursan ki, sənin övladını örgədəcək o. Bu həm analara aiddir bu tövsiyə, həm də atalara, həm kişilərə, həm qadınlara, həm bacılara, həm qardaşlara, hamıya aiddir bu. Resulullah sallallahu aleyhi ve sellem Peyğəmbərliyin uzun müddət ilk dönəmində hədisi yazmağa qadağan eləyir ki, insanlar Qur'anı tərk edib hədisi yazmasınlar. İnsanlar Qur'ana sarınsınlar deyə. Mövqeyimiz nədir? Nə qədər ayət bilirik? Nə qədər hədis bilirik? Hətta əksər insanlar var, mən dəhşətə gəlirəm, Fatihəni belə düzgün oxuya bilmirlər. Amma baxırsan, dini məsələlərdən danışırlar. Dərul İslamdır, dərul küfurdur. Ət yiyəhmi, yemiyəhmi. Bu murciyədir, bu xavaricdir. Bu fardu ayndır, fardu kifayədir. Qardaşım, sən Fatihəni oxuya bilmirsən. Fatihəni ərz eləməyib ki, bir qardaşa gəl mən oxuyum, gör düz oxuyuram mı? Müsibət də bu. Resulullah'a nazil olan ilk məsdər nədir Allah'tan? Nədir? Niyə cavab vermirsiniz? Nədir Resulullah'a nazil olan? Allah Peyğəmbərə əmr eləyir ki, Qur'anı bilməyi, elmi bilməyi, şəriəti bilməyi Allah'tan istə. Və qur Rabbi zidni ilmə. De, ey Muhammed, ey Allah'ım, mənim elmimi artır. Quran-ı Kərimdə bərəkət var, qardaşlar. Və bu yeganə bir kitabdır, bu möcüzədir ki, insan onu doğru oxuduğu zaman, hətta anlamasa belə imanı artır. Yaxşı oxuyan insanlara baxın, qoyun. Anlamasan belə gözlərin yaşarır. İçin, qəlbin rahatlayır. Hələ sən bax ki, anlasan necə. Və baxın, Fatihə surəsi möcüzələrdəndir ki, hər namazda və hər rəkətdə dəfələrlə ömrümüz boyu oxuyuruq. Bir insan olur ki, bir müsəlman var, Fatihəni oxumaqdan bezsin. Hər dəfə oxuyanda elə bil ki, ilk dəfə oxuyursan. Ən sevdiyin şeiri gündə 10 dəfə oxusan, 2 gündən sonra bezəcəksən. Allah'ın kəlamıdır bu. Bu lütfü, bu rahatlığı Allah ancaq öz kəlamına bəxş eləyib. Abdullah ibn Məsud deyir ki, nəfsim əlində olan Allah'a and olsun ki, qəlblərimiz xəstə olmasaydı, Allah'ın kitabını oxumaqdan doymazdıq. Sizə son olaraq bunu tövsiyə edirəm. Bilin ki, Allah'ın kitabında olan faydalar heç bir şeydə yoxdur. Allah Teala Quran-ı Kərimdə Ra'd surəsinin 28-ci ayəsində buyurur: "Ellezine amenu ve tatmainnu qulubuhum bi zikrillah. Ala bi zikrillah tatmainnul qulub." İman gətirənlər və qəlbləri Allah'ı zikir etməklə, iman gətirənlər qəlbləri Allah'ı zikir etməklə rahatlıq tapan kəslərdir. İman edənlər Allah'ı zikir etməklə qəlbləri rahatlıq tapan kəslərdir. Ələ bi zikrillah tatmainnul qulub. Həqiqətən Allah'ın zikri ilə
qəlblər rahatlanmırmı? Bəli, ən böyük zikir Allahın kitabını oxumaqdır. Allah Taala'dan diləyirəm ki, bizləri eşidib faydalardan etsin. Və köksülərimizi genişləndirsin. Və Allah Taala'dan diləyirəm ki, möhtərəm qardaşlar, qəmdən, qüssədən, kədərdən, qəmdən bizi, ailələrimizi və yer üzündə olan bütün müsəlmanları qorusun. Allah Taala'dan diləyirəm ki, bilmədiklərimizi öyrətsin və bildiklərimizə əməl etməyi nəsib eyləsin. Allah Taala'dan diləyirəm ki, bütün sıxıntıda olan müsəlmanların Allah Taala sıxıntısını, kədərini, qəmini gedirsin. Allah Taala'dan diləyirəm ki, valideynlərimizə hidayət versin. Allah Taala'dan diləyirəm ki, bizləri, valideynlərimizi və bütün müsəlmanları bu dində sabit eyləsin. Bizləri iman əhli kimi bu dünyada yaşayıb, öz iman əhli kimi öz huzuruna qovuşmağı nəsib eyləsin. Rasulullah sallallahu aleyhi və səlləmin sahib olduğu Kövsər bulağından doya-doya içməyi nəsib eyləsin. Bayrağı altında toplanmağı bizləri nəsib eyləsin. Bu dünyada qardaş olaraq cəm olduğumuz kimi, ahirətdə də Rasulullah sallallahu aleyhi və səlləm bir yerdə olmağı nəsib eləsin. Və sallallahu və səlləm və barik alə nəbiyyə Muhammed və alə alihi və sahbihi əcmain.